Herkese selamlar dostlar, ben Murat. Bugün gördüğünüz kimi mənim bu üzümdür. Hamı merak etdi o yüz. Və bəzilərində istədi, sual-cavab videosu gəldi. Keçən də bir dənə video paylaşmışdım. Və demiş ki, əgər 21 abunə olsam, yüzümü, bak gördünüz, bu yüzümü göstərsəm, artıq desem 21 abone olmuşuq. Ona görə sağ olun. Sizin dəstəniz olsun. Əgər siz olmasaydınız, mənim belə biz bir abunə qalardım. Bir abunə işim qalardım. Amma siz məni dəstəydiniz. Ona görə hamınıza sağ olun. Dəstənizə görə hamınıza minnətdarım. Ki bura qədər yanımda oldunuz belə. Və artıq üzümü göstərmək vaxtıdır. Və bəzilə sual cavab. İndi sual-cavab videosu belə olacaq. İndi mən takipçilərimdən gələn videolardan sual edəcəm. Necə? Məsələn, keçən həftə bir də demişdim, Aliyevdən aldım. Bir də dostumuz mənə istatmış orada. Deyək ki, sən YouTube'a niyə başladın və nə üçün? Mən dedim ki, YouTube'a başladım, siz məni izləsiniz görə. Ona görə deyəcəksiniz ki, indi YouTube'a nə üçün başlayın? Əvvəldən dostlar, belə deyim, hər kanalıma abunə deyilsə, abunə olsa, like atmayı unutmayın ki, belə videonun davamı siz gözlə bilər. Əvvəldən onu demək istəyirəmsə, YouTube'a mən pul üçün başlamadım. Məqsədim pul üçün deyildi. Məqsədim o idi ki, necə digər YouTuberlar kimi mən də bir YouTuber olmaq istəyirəm, bir məşhur olmaq istəyirəm. Ki, bir abunədən indi 21 abunə olmuşam. Sağ olun. Sizin dəstənizə mən olmuşam. Ona görə belə bir şey demək istəyirəm. Ona görə də bu videoda isə yüzüm göstərdim. Necə, yəni mən də şok olmuşam ki, indi sən üzüm göstərmişəm. Başqalarına baxmayın, başqaları ki, abunə ol, like atın, ondası göstərəcəm. Mən bir həftə boyunca, bir iki ay bunlara bax demişəm. Bir iki aya təxminən 21 abunə olmuşuq. Da onu bir dəfə dedimsə, siz mənim sözümü 2 dəfə eləmişsiniz. Bir dəfə dedimsə, o bir dəfə də oldu. Və harada qalmışdıq? Mən digər YouTuberlar kimi belə məşhur olmaq istəyirəm. Niyə məşhur olmaq istəyirəm? Indim. Başqalarını isə bilirsiniz. Məsələn, deyim də başqa YouTuberlar. Məsələn, Borolo, Feritet, ondan sonra Məsari. Onlar məşhur olub, çünki onlar neçə min abunəsi olacaqlar. Mən deyim ki, belə bir YouTube kanalı açsın. Özü mən istəyirdim, belə YouTube kanalı açsın. Belə sizlərlə birlikdə sizləri görüm, sizləri tanış olum, sizdən bir dost olaq, bir qardaş olaq, hər nəsə də belə olmaq istəyirəm. Məqsədim o deyildi ki, belə, sizi əyləndirmək, belə gülmək, tanışlar və s. Bunlar istəyirəm ki, bunlardan bu sizin şansınız dostlar. Siz olmasaydı ben həqiqətən heç nə eləməzdim. Necə? Neyse, başqa bir dənə sual deyirəm. İndi başqaları deyəcək, ikinci sual, indi başqa suallar merak edən suallar. Niyə YouTube'a uzun video çəkib ata bilmirsən? 28 dəqiqəlik, ondan sonra 1 saatlıq, 2 saatlıq bir video niyə çəkmirsən? İndi o demək istəyirəm. Dostlar, mən birinci YouTube kanala başlayanda, vallahi sözünü düzüm, heç bilmirdim ki, belə şeydən rastlaşacağam. Vallahi heç bilmirdim. Mən birinci YouTube kanala başlayanda, deyim ki, biraz uzun video çəkim o. Birinci 5 dəqiqəli video paylaşdım. İndi 5 dəqiqəli video 3 ay bundan qabaq paylaşmışam. İzləmişsiniz, izləyin. 5 dəqiqəli videolarına 2 videonun səsi sıxlamışdı. Abunə like alın onlara.
Bir de bu 5 dakika video paylaşmıştım. Aslında 200 gün kessin. Belki bir iki gün kessin. Hatta 200 gün kessin. Belki paylaşırım. 28 dakika bir sefer. Hiç bilmirdim ha. O sırası 200 gün keçdi beləcə. Və gördüm ki paylaşım da. Götdüm paylaşmaq istədim. Başladım. Birinci 10 dəqiqə oldu desən. Ondan sonra dedim ki biraz derim 18. Dedim ki 15 dəqiqə olsun. 18 dəqiqə olsun. Ondan sonra dedim ki 18 dəqiqə də azdı. Bir 28 dəqiqə olsun da. Bilmirdim axı. Dedim belə 18 dəqiqədən deyib 18 dəqiqəsi gəlin bir 28 dəqiqə. Nəsə 25 dəqiqə 28 belə hətta 28 belə dəqiqə video paylaşdım və YouTube'a girdim də heç parça olmur. Nə üçün çox abunə olmalıdır. Yəni təxminən 100 min abunə olsam məsələn. Bəlkə 1 saatlıq video paylaşa bilərəm ya da 28-30 dəqiqəlik bir video paylaşa bilərəm. Əgər siz çoxlu abunə olsa, baxın, mən sizə istədim, bu videoda 200 like gəlsin, 200 like gəlsin, 200 gəlsin, onsa qəşəng yorumlar gəlsin və deyin ki, əlləri sağlamlar ki, belə video paylaşmışsan. Və hamını mərak etdim, o üz, burada, yəni mənim üzümdə. Və demək istəyirəm ki, dersəsən ki, başqa suallar da var. Başqa sualınız da var. Başqa sualınız nədir? Bədim də, necə dedim? Elə belə. Dersəsi, niyə uşaqsan, 4-də oxuyan, əslində 4-də oxuyuram. 4-də oxusan, bir geçsin, məsələn, 7-də, 8-də oxusan, dərdim, hə. Video kanalını başlada bilərsən. Mən bunu əslində belə deyim, uşaqdan bəri, məsələn 5 yaşımdan bəri düşünürəm bunu, ağlımda var. 5 yaşımdan bəri ağlımda var ki, mən YouTuber olmaq istəyirəm. Mən YouTuber biri keçdi, ağlıma çəkdi. Yəni biri keçdi, 12 ay, yəni birimiz 12 aydı, 12 ay, yəni bu ilində 2025-ci ildir. 2025-ci ildə mənim nağdanıb başımı taxdı. Mən bunu 2024-də deyəsəm, ya da 2024-də zətdə, 2024-də sentyabr ya da oktyabrda zətdə mən bu başıma düşmüş. Ancaq dedim ki, mən bir YouTube kanalı açsın. Mən nəsə dedim ki, yaxşı bunu açsın, mən sizin qarşıda mən yenə olduğumu bir qəşəng videolar eləyim. Nəsə dostlar, video bura qədər idi. İzlədiyiniz üçün çox təşəkkür edirəm. Gələn videoda görüşənə qədər sağ olun, salamat qalın. Sağ olun, salamat qalın. Öpdüm. Bu videoya 100 abunə gəlsə, sən deyirəm 28 dəqiqəlik. Ondan sonra 30 dəqiqəlik video paylaşırım. Amma əgər 1000 olsam, 1 saatlıq, 2 saatlıq belə video paylaşa bilərəm. Nəsə dostlar, öpdüm. Sağ olun, salamat qalın.